Elə bil ki, növbəti skeçimiz aptal sarışın və sürücülük dərsi olacaq. Sürücülük məktəbi. Sürücülük məktəbi. Qız gəlib sürücülük öyrənməyə. Sən maşın sürə bilirsən? Gedəcəksən maşın sürməyə. Ged. Nə vaxt? Düşünərəm o barədə. Yaxşı. Hə. Ay işdə harda olacam? Aha. Ay nə sən elə gic adamlar gəlir. Keçən də biri gəlib. Nə bilim, bir dənə oğlan da demək olmaz, adı Bobik idi. Gəl mənə deyir, skorusu bundanı. İndi mən buna nə cavab verim? Yəni cavab verəcəyim yaxşı düşməyəcək. Ona görə mən də elə bir yola verdim, çıxdı getdi. Hə, indi bir qız var, onu gözləyirəm, gəlməlidir. Yaxşı. Hə, deyəsən gəlir, gözlə. Danışarıq da, davay. Gözləyirəm. Mən də sizi gözləyirdim, xanım. Buyurun. Qapını siz açmayacaqsınız. Qapını mən niyə açmalıyam ki? Açın, oturun da. Bu dəfəlik yaxşı. Zəhmət olmasa, xahiş edirəm. Yaxşı. Aha. Belə başa düşürəm ki, maşından ilk tanışdığınızdır. Yan oturacaqda oturmuşam, amma belə burada yox. Başa düşdüm. Başa düşdüm. İlk öncə deməli nə edirik? Ümumiyyətlə, avtomobilə əyləşəndən sonra ilk öncə güzgüləri düzəldirik. Güzgüyə baxırıq, güzgülərimizi düzəldirik. Onda düzəldin məni görsün. Güzgü sizi niyə görsün? Çünki makyajımı düzəltməliyəm. Xanım, güzgü ilə arxaya baxmalısınız. O makyaj üçün deyil əzim. Bəs mən makyajımı necə düzəldəcəm? Makyajınızı evdə düzəldib çıxardınız və yaxud evə gedəndə düzəldərsiniz də. Yəni, avtomobildə olmaz. Zəhmət olmasa arxaya görə nizamlayın. Aha. Düzəltdiniz? Hə. Laf yaxşı. İndi kəmərimizi taxırıq. Taxıldı. Taxıldı elə. Geymişəm. Avtomobilin kəməri. Təhlükəsizlik kəmərini xanım, Ha, zəhmət bilirəm. olmasa. Bəli, sağda oturmusunuzsa, ola bilər ki, yəni o istərsəməz onu görməlisiniz, mümkün deyil. Onu bilirəm. Hə, laf yaxşı. Laf yaxşı. Sizin saçınız əvvəl sarı olub, hə? Hə. 100% tam belə sarı olub da, düzdür? Hə, özü də barlı sarısı. Hiss elədim. Hə. Hiss elədim. İndi nə edirik? Makyajımızı düzəldirik. Makyajın başını buraxın da, qurban sizə. Makyajı dedik axı, onu ya evdə, ya evdən, avtomobildən sonra. Buyurun, bu da açar. Götürün. İndi zəhmət olmasa maşını yandırın. Yandıranınız var. Yandıran neyiz? Yandıracağım. Xanım, bu formada getsə mən özümü yandıracağam. Nəyi yandıracaqsınız? Yəni maşını işə salın. Açarı, bax görürsünüz burada xüsusi bir yer var. Açarı ora daxil eləyirsiniz. Elədiniz. Aha. İndi 45 dərəcə istiqamətində burursunuz. Aha. Starter yandı. Starter yandı. Əlinizi çəkirsiniz, maşın işə düşdü. Düzdür? Aha. İndi ayağımızı qoyuruq torumuza. İndi nə edirik? İndi nə edirik? Makyajınızı düzəldirik. Makyajımızı düzəldirik, hə? Mən nə edirəm bəs? Xeyr, indi ayağımızı torumuza qoyuruq. Yəni əyiləcək. Hansıdır? Valla xətirinizə dəyməsin, mən amma belə başa düşürəm ki, burada bir dənə torumuz var. Bax, soldakı görürsünüz, bu qazı bu torumuzdur. Torumuza ayağımızı qoyuruq. Axı siz məndən niyə belə danışırsınız? Üzr istəyirəm. Xanım, mən sizin sevgilinizi görəm, mənə burada tripata bağlayırsınız. Ayağınızı qoyun torumuza, çox səbirli adama rast gəlməmişsiniz, qoyun torumuza. Aha. İndi burada görürsünüz, sürətlər qutusunun tutacağı var. Aha. Məcbur artıq
yəni maksimum dərəcədə xırdalayıb sizə izah edirəm. Başqa cür mümkündür. İnşallah izah edə bilərəm. Burada görürsüz hərflər var. P, R, N, D. Siz bilə-bilə eləyirsiniz bunu. Mən neylədim ki? Bunlar mənim əvvəlki sevgililərimin adlarının baş hərfidir. Bu R, N, D-ni bildim. Bu P nədir? Pərviz. Hə, yaxşı qurtardıq. Sizin bu qədər sevgiliniz olub 4 dənə. Amma təxmin elədiyiniz də ola bilərdi. Hə. Yaxşı, onda izah edin. Bunlar nədir? Mən ona görə sizə bir yön verərəm. Bunlar nədir? Yəni bu hərflər, baş hərflərin. Pərviz, Aha. Rinat, Rinat, Nadir, Nadir, bir də Demir. Demir. Bu türkdür. Hə. Xaricidir. Hə. Deməli, Pərvizlə, Renatla, Nadirlə olmadı. Keçdiniz, gördünüz variant yoxdur. Dediniz bəlkə Demirdə tutar. Olsa əksərən elə eləyirlər də. Azərbaycanda bir şey olmayanda türk. Nəysə. O da olmadı amma. O da olmadı. Yox. Ya o vəziyyət o qədər çıxılmazdı. Onu gəlin mən sizin başa düşəcəyiniz tərzdə deyim də sizə. Deməli, Pərvizi atırsınız Renatın yanına. Görürsünüz Renatla Pərviz yola gedir. Onları deyirsiniz biraz raznobraziya olsun. Verirsiniz Nadirin yanına. Sonra görürsünüz Pərvizlə Renatla Nadirlə bir şey olmur. Artıq keçirsiniz Demirin yanına. Onda tutmalıdır. Onunla qabağa getməlisiniz. Kim çatır? Çatdı. İndi zəhmət olmasa. Makyajımızı düzəldək, sonra eləyək. Mənim makyajsız qalasan, yığdın da mənim makyajla bax o zat. Bunu elə, ondan sonra düzəldərsən makyajı. Yaxşı. Nəyiz? Pərvizdən başlayırıq. Odaqlanırıq, tam fokuslanırıq. Pərvizdən başlayırıq, üzü Dəmirə doğru irəliləyirik. Pərvizi tutduq. O əldə, Pərvizi tutdunuz, bəli. Necə elədiniz, nətər elədinizsə Pərvizi tutdunuz. O sizdədir. Alınmadı amma nəysə. Gördünüz, onun nə bilim maddi imkanı zadı aşağıdır. Nəsə problem var. Nə edirik? Keçirik Rinada. Renada, bəli. Zapas həmişə əldə olur da. Olur. Hə, deyirəm axı. Aha. Keçirik Rinada. Oradan keçirik Nadirə. Nadirə. Sonra keçirik Demirə. Sonra keçirik Demirə. Demirdə nə etməliydik? Biz irəli getməliydik. Amma mən Demiri istəmirəm. Mən Rinadı istəyirəm. Ona görə qaytarırıq Rinada. Yaxşı, qabağa necə gedəcəyik? Qabağa getmək üçün o Demir şərtdir. Mən beynimlə oynayırsınız. Başa düşmürəm. Mən sizə necə izah edeyim ki, siz başa düşəsiz? Bu Pərvizdir, Renatdır, Nadirdir. Bunlarla alınmırsa, bu indi biraz daha maço stillidirlər də, başa düşürsünüz? İndi baxma da yerli, Azərbaycan kişisi biraz maço. Bu Demirlər biraz yumşaq olur. Prosto dilləri şirin olur. Ona görə yəni onunla yola verin getsin. Yaxşı, bu birisilərdə şüz olmasın. Dəmirdən bək yapışın. Yaxşı. Sizə qalan nə olacaq, inanın mənə. Yaxşı. Hə, Verdiniz, verdim. dəmirdədir. Dəmirdədir. Şö. Ayağımızı torumuzdan çəkirik. Çəkdik. Qaza basın da. Bu da qazdır. Buna da yavaş-yavaş basırıq, irəliləyirik, irəliləyirik. Aha. Bəs rolu kim tutacaq? Bunu əlinizi buradan çəkin də, tutun roldan. Bunu atdınızsa vəsə, bu dəmirdədir. Bu gedəcək qabağa. Bir dəfə dəmirlə o ünsiyyət yarandı, vəsə, qutardı getdi. Əlinizi tutursuz roldan. Tutmaq lazımdır axı yenə də, əldə saxlamaq lazımdır. Axan, mən sizin şəxsi koçunuz deyirəm. Mən nə edirəm ki, sizin şəxsi həyatınızı müzakirə edeyim. Dedim dəmirdə, deməli dəmirdə də tutun indi roldan, sükanını saxlayın. Bəli, indi gedirik. Gedirik. Görürsüz qabaqda işıq for var. Aha. Aha. İndi qırmızıdır, saxlayıb. Basırıq torumuza, dayanır. Torumuza bastıq, Hə. dayandı. Hə.
İndi bax yaşıl yandı. İndi ayağınızı tornozdan çəkirsiniz, qaza basırsınız, maşın gedir. O yaşıl deyil. Necə yəni yaşıl deyil? Yaşıldır axı. O hakidir. Yaxşı, Hakidə gedirsiniz. Eybi yox, Hakidə gedirsiniz, gedin. Gedək. Gedirsiniz. Aha. İndi qabaqdan görürsüz maşın gəlir. Daha doğrusu maşın var qabaqda. Nə etməliyik biz? Tormuzu basmalıyıq, yavaşlamalıyıq ki, ona gedib dəyməyik. Bəs makyaj? Saxla maşını. Saxla maşını. Mənə də bezdirdin sən. Mənə də bezdirdin. Mən gedirəm. Ki bu da bu maşın qalsın sənə. Mənə lazımdır bax şey. Üçüncü sürücülük kursudur. Mənə əsəbləşib gedirlər. Mən başa düşmürəm. Gedim bəlkə özüm gedərəm də, niyə getməyim ki? Deməli, basırıq. Dəmirə gətirdik, amma mən Rinadı istəyirəm. Bu kimin maşınıdır?